Çox gözəl bir hədisdir, çox möhtəşəm bir hədisdir və həyatımızda tətbiq edəcəyimiz ən başlıca hədislərdən biridir. Deməli, Ənəs ibn Məlik deyir ki, Allah ondan razı olsun. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biri, o yoluna azanlara baxanda artıq təəccüblənmirsən. Deyirsən ki, yəni o azıbsa, mən də aza bilərəm. Mənə də pislik toxuna bilər. Mən də şər qapısı aça bilərəm, Allah qorusun. TikTok'a girsən, bayaq küçədə bunu gördüm, normal gəzdirdi, belə heybətli, samballı. TikTok'da bunu görürsən, Allah baxır, bu nə gündür, bu nə səfəh adamdır, bu nə axmaq adamdır. Və ya zinakar kişi, qoca kişi ya. Qoca kişi sənin izinə haraba yaraşır. Ama deyərlər, qardaş, onlara belə əzab var. Allah qorusun. Və yaxud da ki, təkəbbürlü kasıb. Kasıbsan da, qardaş. Bugün nə qədər insanlar var ki, 40-dan o tərəfə keçib Allah'ın onu səfehdir. Axmağın biridir. O qədər mənasız danışır. Belə insanları biz cəmiyyətdə görürük. Çox təəssüf olsun ki, bu sosial şəbəkələrə girəndə bunu daha çox gördük. Bismillah, elhamdülillah, və salatu və salamu ala rasulillahi və ala alihi və sahbihi əcma'in əmə ba'd. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gözəl bir hədis var. Hədisi Ənəs ibn Məlik rəvayət edir. Çox gözəl bir hədisdir, çox möhtəşəm bir hədisdir və həyatımızda tətbiq edəcəyimiz ən başlıca hədislərdən biridir. Deməli, Ənəs ibn Məlik deyir ki, Allah ondan razı olsun. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biri, Allahümmə ya muqallibəl qulub, thəbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində çevir. Yəni, dinin üzərində qəlbimi sabit elə. Dedim ki, ey Allahın Rəsulu, yəni bu duanı Allah Rəsulu deyir, çox deyər. Dedim, ey Allahın Rəsulu, gətirdiklərinə iman gətirdik, sənə iman gətirdik, gətirdiklərinə iman gətirdik. Yəni, Qur'ana, dediklərinə iman gətirmişik. Bundan sonra bizə görə qorxursan, deyir ki, ey Ənəs, deyir, bəli, qorxuram. Çünki deyir, qulların, bəndələrin qəlbləri Allahın iki barmağı arasındadır, istədiyi tərəfə çevirər. Deməli, bunu gör Allah Rəsulü kimə deyir? Sevimli sahabələrinə. O sahabələr ki, daima Peyğəmbər sallallahu aleyhi və səlləm xidmətində olub. Onun əmrinə tabi olublar. Allaha və Rəsuluna itaat ediblər. Canları ilə, malları ilə ona yardım ediblər. Buna baxmayaraq, deyir, bizə görə qorxursan, deyir, bəli, qorxuram. Yəni, qəlblər çevrilir. Ona görə deyir, bu duanı çox eləyərdi. Allahümmə ya muqallibəl qulub. Ona görə bu duanı əzbərləmək lazımdır. Hər kəs, hər dəfə namazında, müstəcəb vaxtlarda, müəyyən vaxtlar, zamanlar, məkanlar var ki, orada sən dua edəndə dualara icabət gəlir. Bax, vallahi, ən çox edəcəyimiz dualardan bax, biri bu olmalıdır. Ey Allahım, yəni, qəlbimi sabit elə. Daima itaətin, dinin üzərində sabit elə, itaətə, ibadətə çevir. Bu dualara çox atmaq lazımdır. Və sahabələr də bilirsə, Allah-u Teala öz kitabını onlara tərifə çıxardıb. Onlardan razı olduğunu bildirib. Bununla yanaşı, deyir ki, bizə görə qorxursan, sənə iman gətirmişik, gətirdiklərinə iman gətirmişik, deyir, bəli, qorxuram. Yəni, hər şey ola bilər, yəni. O deməkdir ki, insan heç vaxt arxain olmamalıdır. Öz məqamından, öz ibadətlərindən, itaətlərindən arxayınlaşma ki, yəni, mənə heç bir şey toxuna bilməz. Belə şey yoxdur. Bizim gözümüzün önündən kimlər gəldi ki, ay Ruslan, nə qədər qardaşlar var idi ki, biz vallahi onlara baxanda yaxşı mənada qibtə edirdik. Mən özüm şəxsən nə qədər vallahi qardaşlarımız olub demişim, subhanallah, kaş o qardaş ki, mən də ibadət eləyərdim, kaş o qardaş ki, mən də saqqalım olaydım, deyək, saqqal saxlama vaxtlarımda. İtaətli olardım, onun kimi həmişə məscidə gələrdim, tələbələrlə yanında olaydım. Belə qibtə etdiyimiz qardaşlar nə qədər olub? Onların içərisində sabit olanlar da oldu. Çox təəssüf olsun ki, yolunu azanlar da oldu. O yolunu azanlara baxanda artıq təəccüblənmirsən. Deyirsən ki, yəni o azıbsa, mən də aza bilərəm. Mənə də pislik toxuna bilər. Mən də şər qapısı aça bilərəm, Allah qorusun. Şər qapıları da doludur. Hər tərəfə baxırsan, yəni cəmiyyətə bax, dünyada baş verən proseslərə bax. Gör nə qədər şər var. Gör nə qədər şər əhli var. Növbə-növ. İstər şəhvətlərlə olsun, istər şübhələrlə olsun, istər düşmənçiliklə olsun, ədavətlə və s. Öz içimizdən olsun. Nə qədər şər əhli, şər qapıları var, qardaşım. Kim deyə bilər ki, mənə toxuna bilməz, o şər qapısını mən aça bilmərəm? Kim deyə bilər ki? Zaten Allah Rəsulü bizə bunu xəbərdar edib, bildirib, yəni bu qapıların olmağını, bu şər əhlinin olmağını, şərə dəvət edəndən olmağını Allah Rəsulü bizə bildirib. Və bizim üzərimizə düşən bu məsələyə ciddi yanaşmaqdır. Özü arxain olmaması. Biz özümüzə gərək arxain olmayaq, ibadətlərimizlə, müəyyən əməllərimizlə. Vallahi bilginən ki, belə də bilməliyik.
Yəni, nə qədər yaxşı əməlin varsa, ondan da artıq günahların var. Bunu belə düşünməliyik. Qoy şeytan bizi azdırmasın. Salih əməllərlə səni azdırmasın ki, sənə heç nə olan deyil, sənə toxunmaz. Sənə şər toxunmayacaq, sənə şübhə toxunmayacaq, sən azmayacaqsan. Bu şeylərlə bizi aldatmamalıdır. Ona görə belə deyək də, öz nəfsinə xeyir istəyən, fəqih insan o insandır ki, həmişə gözünün önündə hansı əməlləridir, günahlar olmalıdır. Salih əməlləri at arxaya, görmürsən. Görəndə arxayınlaşacaqsan. Önündə salih əməllər olsa arxayınlaşacaq, yoxsa yox. Önümüzdə salih əməllər, maşallah, namazlarım, oruc, məscidə, dərslər, Quran oxuyuram, maşallah, mən... Amma önümdə günahlarım olsa, Allah, bu nədir? Allahım, əstəğfirullah, bağışla. Baxsın, bir günah, subhanallah, bu nə ediləmişəm, ya Rabbim, əff et. Filan əmmə, Allahım, haqqına girmişəm. Günahlar bir-bir gözümün önündə. Necə olarsan, qardaş? Həyəcanlanmarsan, narahat olmarsan, çalışmarsan, tövbə edib, istiğfar edib, haqq sahiblərinin haqqını alıb, yəni, nədirsə, haqlar ödənməlidir. Tək ki, mənə toxunmasa Allahın əzabı. Belə düşünməyəcək, qardaş. Ay, sağ ol. Onun üçün, ağıllı insan gərək həmişə, bax, belə düşünməlidir. Və bu duanda daima çoxlu eləmək lazımdır. Allah-u Teala öz peyğəmbərlərini xəbərdar edir. Bəzən hədəliyir. O ki, qala biz. Gör, nə deyir kitabında Allah-u Teala? Bax, İsra surəsində Allah buyurur ki, وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا. Əgər biz səni sabit etməsəydik, sən az da olsan onlara meyl edərdin. Müşriklər nə qədər istədilər Allah Rəsulunu azdırsınlar. Deyirlər ki, ən yaxşı qızlarımızı verək evlən, mal mülk verək, sənə riasət verək, rəhbərlik verək, və s. şübhələr salmaq istədilər, o gəldi, bu getdi. Deyir, az da, sabit etməsəydik, az da olsa, onlara meyl edərdin. Deyir, əgər belə olsaydı, birdən meyl etsəydin, İzən ləəzəqnəkə di'fəl həyəti və di'fəl məməti thumma la təcidu ləkə aleyna nasira. Belə olsaydı, az da olsa, demir, çox, az da olsa deyir, meyl etsəydin, biz sənə həyatın da, ölümün də əzabını 2 qat daddırardıq. Sonra bizə qarşı özünə bir köməkçi tapa bilməzdin. Allahu Akbar. Bunu kimə deyir Allah-u Teala? Bəşəriyyətin ən xeyirlisinə, ən sevimlisinə, Allaha ondan sevimli məxluqatda heç kəs yoxdur. Bununla yanaşı o Peyğəmbərini hədəliyir ki, nə badə meyl edəsən. Biz sabit etməsəydik, az da olsa meyl edərdin. Deməli, ona deyilirsə o söz, biz necə qardaşım? Biz o qədər satsa baxırsan, yan, görən, şəhvətlər, şübhələr dolu. Biraz olsa meyl edəndə var, insan necə olur? Bir həyatımızı bir dənə nəzərdən keçirək, vallahi, biraz nəyisə meyl edəndə var, günaha düşürsən, nə qədər salih əməldən dala qalırıq, adi bir şeylərdən. İndi gör, nə qədər günahlar var, subhanallah, gör, nə qədər şeylərlə qarşılaşırıq. Deməli, daha çox tövbə, daha çox istiğfara, daha çox Allahdan sabiməti istəməyə lazımdır, haqqımız var, yəni bu tərəfdən deyək. Bunu daha çox eləməliyik. Yoxsa Allah qorusun, insan yoluna azar. İnsan da günaha düşməyi, mesela indi bugün müminsan, sabah birdən bir, yəni getdim kafir oldum, Allah qorusun, ya nəsə bir fasıq, belə olmuraq, bu yavaş-yavaş, düzdür qardaş, insan meyl eləyə, axı bir də gördük ki, ayılır ki, bunda nə imandan əsər əlamət qalmayıb, artıq buna heç bir nəsiyyət təsir eləmiş. Bu alimlər nəyə bənzədiblər? Deyirlər ki, bir insandır, tərtəmiz paltarla yol gedir, qabağına bir gölməçə çıxdı. Yolda da indi bir də solu, yağışlı və s. palçıqlı. O necə gəzər o yolda, nadir? Biraz belə, biraz belə, bir dənə daş ayağımın daşın üstünə qoyub, belə olur, yağışlı havalardan tər olsa, bir dənə daş axtarsan, bir bardürə ayağı qoyursan, bir hündürə sıxırsan ki, sənə bu çirkab toxunmasın. Deyir, bir dəfə toxunan deyir ki, heç nə olmaz, bir dənə dəydi də. Çalışaram, daha bulaşmayayım o palçığa, suya və s. Biraz gedib, biraz dəydi, eybi yox. Axırda nə olur? Üst başı çiriksinə əşeyi getdi mi? Gedir, suya girə-girə, palça bata-bata gedir. Deyir, günahkar insan da deyir, belədir. Birdən belə olmur ki, deyir. Bir dəfə günah edir, inşallah bir də eləmərəm. Biraz götür, bir dənə də günah, şimdi oldu da, yavaş-yavaş düzələr inşallah. Biraz bir axırda ayrılır ki, adi bir şeydir. Günah eləmək adi bir şey, qəlb çevrilib, artıq buna heç bir xeyir nəsiyyət qəbul eləmir, təsir eləmir. Nə moizələrdən, nə Quran kəlamından və s. Ya adam artıq heç ümumiyyətlə nəinki təsir eləmir, əksinə görürsə mübarizə apar İslama qarşı. Düşmənçilik yaranır. O qədər qəlb çevrilib günahlara görə. Bəlkə də bir o günahlardan qabaq ona bir söz desən deyir ki, əstəğfirullah, əuzu billah, qardaş, Allahdan qorx. Amma gör artıq o qədər günahlara meylib ki, yavaş-yavaş meyl elədikcə artıq buna adi bir şeydir. Qəlb qaralıb, qara nöqtələr bürüyüb qəlbi. Ağ bir dənə nöqtə yoxdur ki, buna bir nəsiyyət keçərli ola. Yolunu azır. Allah qorusun. Ona görə bu indiki vaxtda vallahi bizim arxanlaşmağımız doğru deyil. Kim arxanlaşıbsa o bilsin ki, problem yaradacaq. Allah öz bəndələrini nə qədər xəbərdar edib Quran-ı Kərimdə, ey iman gətirənlər. Bu xitablar birinci kimədir? Bax, Quranda istədiyin ayə olsun, ey iman gətirənlər.
İstər müjdələyən olsun, istər xəbərdar edən qorxudan olsun. Kimə gəlib birinci ayələr? Sahabələr haqqında, sonra ümumi müsəlmanlara xitab. Yəni bu xitablar birinci onlara aidsə bəşəriyyətin ən xeyirli insanlarıdır da peyğəmbərlərdən sonra. O ki qaldı sən, mən, biz, sıravi müsəlmanlar, günahkar asi insanlar. Biz daha çox təsirlənməliyik bu ayələrdən, bu hədədən, bu qorxudan. Ki birdən Allah qorusun, mən də meyl edərəm yavaş-yavaş, sonra qəlbim bir dəfəlik çevrilər. Ondan sonra mən heç bir xeyir nəsiyyət təsir eləməz. Qəlb də çevrilməyin meyillidir. Zaten sözün mənası odur. Qəlb sözü deyir, mənaları nədir deyir? Yəni çevrilməyə meyilli olan. Necə Allah Rəsulü hədisdə deyir ki, qəlbin bir misalı qaynayan qazanın misalına bənzir. O qaynayan qazan, içindəkilər çevrilmir belə qaynayanda. Deyir, qəlb də ona bənzir. Çevrilir də, bir gün belə, bir gün belə, bir gün belə, bir gün elə. Əgər özünü qorumasan, Allahdan sabit istəməsən, dönməsən, qayıtmasan Allaha, elə çevrilə duracaq. Bugün məsələn, əhl müsəlmandır, sabah fasikdir, belə gör, ayıldı ki, bu adam ümumiyyətlə dindən, imandan əsər alamət yoxdur. Çevrilməyə meyillidir axı. O cür sürətlidir çevrilməyə. Onun ki, arxayınçılıq lazım deyil. Allah subhanahu wa ta'ala bax, Peyğəmbərinə yenə gör nə deyir? Deyir ki, وَلَقَدْ اُوْحِيَ إِلَيْكَ وَإِلَى الَّذ۪ينَ مِنْ قَبْلِكَ لَاِنْ اَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ Sənə və səndən öncəki rəsullara belə vəhy etmişdik. Əgər mənə şərik qoşsan, əməllərin puç olar və qiyamət günü ziyana uğrayanlardan olarsan. Allahu Akbar. Bu xitab kimədir? Peyğəmbərə. Deməli, bu xitabın fonunda hamımıza aiddir. İnsan günah eləsə, Allah qorusun şirk eləsə, bidətlərə meyl eləsə, asiliklər, günahlar bilsin ki, Allah əməllərini puç edəcək. Və sonda ziyan çəkənlərdən olacaqdır. Təsəvvür elə, hələ xitablar bu hədə kimədir? Hələ Peyğəmbərədir və Peyğəmbərlərə biz sənə və səndən öncəkləri belə vəhy eləmişdik. Əgər Allah şərik qoşsanız. Səncə, Peyğəmbər Allah şərik qoşar? Heç var. Lakin yenə Allah Teala xəbərdar edir. Deməli, o sevimli qullarını xəbərdar edirsə, anar, biz necə, qardaş? Subhanallah. Deməli, biz daha çox ehtiyatlı olmalıyıq. Allah'ın olsun, indiki vaxtda. Hara baxırsan fitnə fəsaddır. İxtilafdır, şübhələr, şəhvətlər, qardaş. Az qala ki, kör olmağı üstünlük tutasan ki, qardaş, tək heç sən görməyim bu fitnələri, kar olum, eşitməyim, salamat qalım. Az qala bunu təmənni edəsən. Şübhələrin, şəhvətlərin çoxluğundan, fitnələrin çoxluğundan, qardaş. Şər elə bir şeydir ki, qardaş, kimə toxundusa Allah qorusun. Allah sabit etməsə, Allah qaytarmasa azıb gedib həlak olar. Onun ki, üzərimizə düşən həmişə daima Allaha dua edib Allahdan sabitçilik istəməkdir. Sabit qalmasaq, yolumuzu assaq, nə xeyirlər var, hamısından məhrum olarıq. Onun ki, aqil insan gələ daima nəfsi hesaba çəkməlidir. Vallahi, hesaba çəkməliyik, qardaş. Mən bugün nə elədim, dünən nə elədim, sabah nə eləyəcəm? Nə edim ki, Allah məni sabit saxlasın, Allah məni qorusun, nə edə bilərəm? Bundan üzərində düşünmək lazım. Biz bəzən dünya üzərində çox düşünürük. Nə edim ki, qabağa gedim, nə edim ki, ticarətdə uğur qazanım və s. Amma bundan qabaq nə olmalıdır? Mən nə edim ki, ahirətdə uğur qazanım? Qardaş, ahirət belədir də, sən bu dünyada əkib becərməsən, ahirətdə onun barını, qardaş, görməyəcəksən, məhsulu görməyəcəksən. Ahirətin də, qardaş, o məhsulu əldə etmək üçün bu dünyada nə əkib becərməlisən? Qardaş, salih əməllərdir də. Düzdürmü? Başda tövhiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnəsinə tabi olmaqdır və digər salih əməllərdir. Bunlar olmayandan sonra ahirətdə heç bir şey əldə etməyəcək. Allah qorusun. Nə qədər insanlar olacaq, o gün qəm, qüssə, kədər içində olacaqlar, əməlləri puç olacaq, Allah üzlərinə baxmayacaq, danışdırmayacaq, onlara lənət var. Hamısı səbəblər nədir, qardaşım? Günahlar deyilmi? Asiliklər deyilmi, qardaş? Görə, vay o insanın halına ki, Allah üzünə baxmaq istəmir. Allahu Akbar, Allah hamd olsun. Allah ona danışdırmaq istəmir. Onu təmizlə çıxardırmaq istəmir və ona şiddətli bir əzab var. Vay bunun halına. Buna səbəbi sən nə qədər günahlar eləyənlər var. Bu şeyi gətirən nə qədər günahlar var, qardaşım. Bugün hələ mən kafirlərə qoyuram qırağa. Müsəlmanlar içərisində bax bu əzaba düçar, bu ən böyük əzab deyə Allah danışdırmaz, üzünə baxmaz, təmizlə çıxartmaz və şiddətli əzab var. Bu müsəlman üçün ən böyük bədbəxtlikdir. Bax belə müsəlmanlar olacaq, o günahları etdiklərinə görə. Adi misallarda məsələn başa qalxınc eləmək, etdiyin yaxşılığı. Rivayətdə gəlib, kim bir etdiyi salih əməli, yaxşı əməli başa qalxırsa, bax buna bu əzab gözləyir. Subhanallah. Və ya təkəbbürlüyündən şalvarı topuğundan aşağı gəzənlər. Və ya zinakar kişi, qoca kişi sənin izinə haraba yaraşır. Ama deyərlər, qardaş, onlara belə əzab var. Allah qorusun. Və yaxud da ki, təkəbbürlü kasıb. Kasıbsan da, qardaş. İndi Allah
Belə bölüb də. Kimisinin varlı, kimisinin kasıb, kimisinin sağlam, kimisinin xəstə. Düzdürmü qardaş? İndi bunun da bölgüsü belə olub. Buna düşən bu olub. O da hikmətini Allah bilir. Təkəbbürlü gəzir, kasıb. Sən harava yaraşır təkəbbürlü qardaş? Amma nə qədər belə günahlar var ki, Allah qorusun qardaş. Deyirsən ki, bunlar hamısı böyük günahlardır ya. Və bunları edən insanın aqibətinə bax. Hələ mən kafirlərə qoydum qırağa. Deyir, Allah onu təmizə çıxartmaz, üzünə baxmaz. Allah qorusun. Ona görə insan qardaş nəfsini həmişə hesaba çəkməlidir. Nəfsini düzəltməli, Allahla sadiq olmaq lazımdır. İtaətləri artırmaq lazımdır. Elə bir vaxtda, elə bir yaşa gəlib çatmışıq ki, Allahın da olsun. Müəyyən yaş həddi var da, o yaşa kimi haradasa yola verirsən, Abləz. Amma artıq 40-45 keçdi var, artıq mən sizi inandırırım ki, biraz toparlanmaq lazımdır. Elə bir yaş həddidir ki, artıq rüşd vaxtıdır. Yoxsa peyğəmbərlik nə vaxt gəlir insanlara? 40 yaşda, bu yaşlarda gəlib də. Niyə? Cavanı olsa cavan deyir, beyni qandı, nə bilim, qanı istəyib. Səhv addımlar ata bilər, yoxsa yox. Tələsə bilər, yoxsa yox. Amma 40-dan sonra insan necə olur? Biraz hikmətli olur. Tələsmir. Götürüb qoy edir, həmən qərar vermir. Bax, biz elə bir o yaşı adlamışıq da, düzdür qardaş? 40 və 40-dan o tərəfə getmişik də. Bizim artıq belə deyək də, da çox, nə bilim, çox arxanlaşmaq artıq vaxtı deyil. Bu yaşdan sonra azmaq fəlakətdir, Allah'ın olsun. Yəni 40-dan sonra azmaq müsibət. Cavanı başa düşdüm. Şəhvətlərə meyillidir, qardaş. Düzdür? Qadın şəhvətləri var, dünya var, pul olsun, qazansın, gəzsin, əyləncələr var. Bunu başa düşürəm də. 40-dan sonra sən daha artıq hikmətli olmalı deyilsən, insan belə olmalıdır da. Müdrik olmalıdır. Başa düşürsən necə? Bəli. Ondan sonra insana müdriklik yaraşır da, səfehlik yox. Bugün nə qədər insanlar var ki, 40-dan o tərəfə keçib Allah'ın tutun səfehdir. Axmağın biridir. O qədər mənasız danışır. Belə insanları biz cəmiyyətdə görürük. Çox təəssüf olsun ki, bu sosial şəbəkələrə girəndə bunu daha çox gördük. Küçədə sən bilmirsən, o gəzər, bu necə insandır? Normaldır, gedir evinə işinə gücünə, məktəb və s. Axşam o TikTok'da gördün ki, subhanallah, bu küçədə gördüm buydu. Allah hamd olsun, bu zarafat eləmir, həqiqətən. TikTok'a girsən, bayaq küçədə bunu gördüm, normal gəzdirdi, belə heybətli, samballı. TikTok'da bunu görsən, Allah baxır, bu nə gündür, bu nə səfək adamdır, bu nə axmaq adamdır. TikTok millətin üzünü açıb, qardaş, Allah'ın olsun. Millətin eybini açıb, qardaş. Eybi görsənməyən insanların eybi TikTok'da görsəndir. Dünənə kimi hörmət edirdin, istəyirdin, hətta müəllim deyəsən. Bir ağsaqqal demək istəmirsən, barsan ki, buna ağsaqqal desəm, o birlər məndən inciyər. Həqiqətən. Ağbirçək demək istəyirsən, yaxşı ki deməmişəm. Elə fərqi yoxdur, peşəsinin belə asılı olmayaraq, işindən, gücündən asılı. Nə qədər cavanlar, TikTok görürsən də, indi məcburiyyətdən girmişik. Niyə? İndi orada da o qədər bizim millətdir də, hər nə olsa bizimkidir də. İstəyirsən ki, bəlkə baxar, islah olar, nəsə düzələr, bəlkə nəsə qəbul edər, deyər, düz deyir. Qayıtmaq lazımdır, Allaha dönmək lazımdır. Bəsdir daha. Dayanar da, bəlkə dayanar ki, bu həyatı nə qədər belə yaşamaq olar, daha bəsdir. Mən də ibadət edim. Onun ümidi ilə girmişik bu TikTok'a, sosial şəbəkələrə. İndi biraz YouTube, Facebook biraz abırlı yerdir, belə deyək. Ən belə zəif yeri Instagramla TikTok'da, TikTok lap betərdir. TikTok'a girəndə milləti gördüm, ürəyim ağrıdı. Küçədə görsən deyil kimi deyilmiş. Küçədə gəzirsən, maşallah, nə yaxşı insandır. Belə hörmətli adam oxşayır. TikTok'da görsənsə, Allah var. Bu nə gündədir? Yenə deyəm, Allah hamd olsun, peşəsindən asılı olmayaraq. Bəlkə də həkimdir, ora görsənir, ağzına gələn. Hətta dindarlar belə, qardaş. Allah korusun. İnsanlar bunlardan ibrət almaqdan, nümunə almaqdan, baxırdı ki, budur namaz qılan, budur hicablı xanım, budur müsəlman kişi, saqqallı, ayıbdır. Etiraz edən deyir ki, TikTok'da da sən burada nə görürsən? Qardaş, TikTok deyil, özü buraxmalısan, üzrsən bu ifadəmə görə. Dindarlar var ya, bugün TikTok'da çıxırlar canlıya, efirlər, qardaş. Nələr danışırlar, qardaş, nə hoqqalar verirlər. Kişili qadındır, sünnüsü şiyəsi, fərq yox, burada mən ayırmıram. Tamam adam İslamı təmsil edəmir. Sən indi nə olsan, o da şiyəsən və ya sünnüsən. İslamı təmsil edirsən. Düzdür, qardaş, çıxmısan TikTok'a. Başqası da baxır, səndən nəsə götürməlidir, yoxsa yox, yaxşı mənada. Amma baxır, deyir ki, budur müsəlman, budur dindar, bu nə gündədir. Hərəkətləri ilə, davranışları ilə, sözləri ilə, çıxışları ilə, ədəbsiz danışıqları ilə, nə bilim, heybəti gedib. Nə hicabından utanır, nə bu birisi saqqalından, nə dindarlığından utanır. Allah hamd olsun. Tozu bucağıma görsən, şər gönə qədər yayılıb, subhanallah. Hətta dindarların evinə belə girib. Elə bilirsən, bizim qapıya girə bilməz, girə bilər. Deməli, insan özünü toparlamaz, onların gününə düşəcək. Onların halına düşəcək. Allah o haldan qorusun. Etiraz edirsən, deyir ki, burada TikTok'dur, burada
Sənin üçün bura deyir şeydir, get başqa yerə gir, əgər xoşlamırsansa. Və Allah Rəsulü nə deyir sallallahu aleyhi ve sellem? Deyir, harada olursan da Allahdan qorx, demir bunu. Yəni sən TikToka, YouTube'a, Facebooka girilmişsən də özü buraxmalısan. Onda dənizə gedəndə də lütdən də. Deyirəm, bura dənizdir, sən bura nə gözləyirsən ki? Məndən nə performans gözləyirsən ki? Bura dənizdir, yenə abırdı getməlisən, normal yerə getməlisən də. Girmirsən sosial şəbəkələrə, yaxşı tərəfdən özünü göstər də. Aləm dəyət bir-birinə. Kişi qadınla PK-ya girir, dindar kafirlə girir, zablı qadın yad kişilərlə, o biri namaz qılan kişi yad qadınlarla. Ya bu çoxdur Allah'ın olsun. Söz deyə bilmirsən necə ifadə edəsən ki, bəlkə düzələ başa düşə. Yazmaq çox olmur, deyəcəksən kimsə yazmışsan, orada bir adamı söyləyəcəklər. Zaten onlara bir etiraz edən kimi adamı söylürlər, belə alınmır. Canlısına qoşulmaz, o da alınmayacaq. Məcburiyyət var belə. Belə deyir, səsimi satacaq ona, satmayacaq, yenə Allah hidayət versin. Bəlkə kimin səninlə hidayət olundu. Və sən əgər müsəlmansansa, sən İslamı təmsil edirsənsə, yaxşı tərəfdən təmsil elə də. Qoy desinə ki, maşallah, əsl müsəlman belə olar. Əsl ibadət əhli belə olar. Mən də sənin kimi namaz qılmaq istəyirəm. Mən də sənin kimi müsəlman olmaq istəyirəm. Qoy bu sözü desində, bunu eşidək, bizə də fəxrdir, Allah'ın olsun. Bizə xeyirdir. Bugün insanların islah olunması hər birimizə xeyirdir. Təbii birinci özümüzün sabit qalması və bunun da yanında digərlərin sabit qalması vallahi hamımıza xeyirdir. Niyə? Ən azından bizim millətimizdir. Bu bir Azərbaycanlıdır. Onu mən küçədə də görə bilərəm. O mənim qonşum da ola bilər, sabah mənim qohumum da ola bilər. Elədir, yoxsa yox. Bu ilə mən səfərə də çıxa bilərəm və s. Kəndçim olar, bir bölgədə yaşayırıq. Bugün bəzi insanlar niyə bir də görsən biraz əziyyət çəkir də dindarlığına görə. İndi hərə bir söz deyir də başa düşdün, deyə tapa bilmir sözü də. Səbəb odur ki, ətrafında belə cahil insanlar çoxdur. Bu cür belə deyək də, hamısı aid deyil təbii ki, belə səfehlər çoxdur, ona görə sən də əziyyət çəkirsən. Ona görə özümüzü yaxşı tərəfdən göstərək ki, bəlkə bir qonşu görər deyək ki, hə maşallah bu nə yaxşı müsəlmandır. Mən də olum, aha 2 nəfər oldunuz, 3 oldunuz, 5 oldunuz, artıq belə əziyyət çəkməyəcəksən. Və bunun üçün də çoxlu dua eləməyələ. Həm özümüz üçün, həm millətimiz üçün. Vallahi, bugün Azərbaycan əhalisinin, Azərbaycanın islahı sənə mənə xeyirdir. Rahat ibadət eləyəcəksən. Fasiqlərin, facirlərin, kafirlərin içində din yaşamaq çətindir. Bunu sən bilirsən. Təbii zaten imtihan olunacaq. Həmişə rahat ola bilməzsən. Həmişə firavançılıq olmaya bilər. İmtihan gələcək. Zaten Allah imtihanı niyə edir qardaşım? Sadiqləri yalancılardan ayırt etmək üçün görüm kim imanda sadiqdir. Doğrudan deyir ki, əməntu billah, Allaha iman gətirdim. Və görüm kim yalancıdır, həmən qaçacaq, atacaq, mənlik deyil. Görüm kim sadiq, kim yalancıdır, kim rola girib, kim girməyib. Allah yoxlayır, bəli. Bugün firavan halındasan, sabah imtihan gələ bilər, sıxıntı gələ bilər. Hər tərəfdən, o qədər sıxıntı tərəfləri çoxdur. Malla, övladla, başqa insanlarla. Allah yoxlayır, görüm kim səbr edəcək. Bizə kitabına deyir, Allah-u Teala kitabına buyurur ki, biz sizi bir-birinizə imtihan etdik, fitnə etdik. Görüm səbr edəcəksiniz. Ətasbirun, görüm səbr edəcəksiniz bir-birinizə. Həyatda belə şeylər olacaq, qarşılaşa bilərsən, ona hazır olmalısan. Və bunun üçün də sənə nə lazım olacaq? Allahumma ya muqallibəl qulub, təbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi sabit eylə. Dinin üzərində sabit eylə. İtaədə tərəf çevir. Artıq bu duaları artıracaqsan. Və bugün də bu dualar artırılmalıdır. Hələ bunu Allah Rəsulü öz zamanında deyib, sahabələrin içərisində. Mədinədə olanda deyib. Çünki Mədinədə müsəlmanlar daha izzətlidir, nəinki Məkkədə çox əziyyət çəkir, lakin Mədinədə öz dinlərini yaşayırdılar. Bəli, imtihan da gəlirdi, sıxıntı, döyüşlər olsa da, yəni, sanki öz yuvalarında rahat olduqları kimi idilər. Bunlar onu deyirsə, qardaşım, və Allah Rəsulü bunları onu tələb edirsə, biz nə çarəyik ki, bunları deməyək, qardaş, biz olmayaq. Allah bizi sabit eləsin, hər birimizi. Allah Taala bizləri həmişə xeyrə müvəffəq eləsin, həmişə xeyr qapılarını üzümüzə açıb, şər qapılarını bizə bağlasın. Allah Teala millətimizə də hidayət versin. Allah Teala islah eləsin, hallarını düzəlsin. Bütün müsəlmanları, haradakı müsəlmanlar əziyyət çəkir, Allah onlara yardım eləsin. Allah Teala müsəlman rəhbərlərini izzətli eləsin, möhkəm eləsin. Allahın dininə, millətə yardım edən rəhbərlərdən eləsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ilayk.